Hamınıza salam dostlar. Bu günlerim o kadar korkunç, o kadar adamı tüklərib biz eləyən bir şey eləyəcəm ki, sizlər şok olasınız. Bu günləri mən cin dünyada varmı, yoxmu, onu araşdıracağam və bu proqram da o qədər yaxşı bir proqramdır ki, yəni ömrü boyu qəşəng bir proqram olacağını təşkil eləyirəm. İndi yazacağam, cin dünyada varmı, araşdıracağam əlbəttə. Çünki bəzi insanlar inanır, bəzi insanlar isə inanmır. Onda mən də əsəbləşirəm ki, nəyə görə inanmırsan? Amma əslində dünyada var. Bu cin Qurani-Kərimdə də yazılıbdır ki, bu cin dünyada var. Allah tərəfindən yaradılıbdır. İndi baxaq görək. Sizə, yəni bu sübutumu göstərirəm sizə. İndi yazacağım ki, Azərbaycanca danışın. Azərbaycanca danışdı, yəni. Yoxsa yazmasam elə türkcə danışıb gedəcək də. İndi yazır. Başlayırıq. İndi yazırıq ki, cin dünyada var mı? Yazıq. İndi yazır. Türkçe yazdık, görək. Azərbaycan. De ki, cin və danış nöqtə cin dünyada var sual işarəsi qoyuruq. Görək nə yazacaq. Bəli, cin dünyada mövcuddur. Cin yazmışam, mən cin yazmışam. Bir dəqiqə, cin dünyada var. Bir dəqiqə, bu da deyil. Yaza bilərəm ki, cin haqqında əfsanələr. Cin haqqında əfsanələr. İndi yazacaq hamısını. Cinlər vokal və mifologiyada yer alan varlıqdır. Onlar haqqında müxtəlif əfsanələr mövcuddur. Xüsusən İslam mədəniyyətində bəzi əfsanələrə görə cinlər aləmdən alov, havada və ya digər müstəqil varlıq kimi yaranmışdır. Onlar insanlar arasında görünə bilirən, lakin bəzən görünməzdirlər. Cinlərin yaxşısı və pisi olan vardır. Yaxşı cinlər insanlara kömək edə bilər. Pis cinlər isə bəlalara, xəstəliklərə və narahatlıqlara səbəb olurlar. Müxtəlif mədəniyyətlərə cinlərin xarakterlərindəkiləri dəyişir. Məsələn, bəzi əfsanələr cinlərin insanları arzularını yerinə yetirə bilirlər. Arzuların yerinə yetirilən bilən varlıqdır. Olduqları bildirilir. Eyni zamanda cinlərin insanlara təsir etməsi və onların qarışmalarının nəticələrini müxtəlif hekayələrə geniş yer alır. Cinlərin əbədi müxtəlif hekayələri geniş yer alır. Cinlərin əbədi müharibəsi, dostluqları, xəyanətləri və insanların olan münasibətləri əfsanələr mərkəzindədir. Gördüyünüz kimi dostlar, bu qədər. Öyrənmiş ordunuz, yəni özünüz də oxuya bilərsiniz bunları. Həqiqətən çox
qəribə bir şeydir. Əslində birinci mən də öyrənməmişdim. Sonra mənim bir dənə dostum var idi. O mənə dedi ki, vəs var, Qurani-Kərimdə oxumuşdum və belə-belə yazılır. Mən də əlbəttə inanmadım. Sonra, yəni buna kim inana bilər ki? Ona görə mən də inana bilmədim ki, belə bir şey var. Çünki bilirsiniz ki, əvvəllər mamalarımız, atalarımız bizi qorxutmamaq üçün belə bir şeylər deyirdilər ki, elə bir şey dünyada yoxdur, elə bir şey dünyada mövcud deyil. Amma bir görürsünüz ki, yəni belə bir şey mövcuddur dünyada və Allah tərəfindən yaralanıbdır. Yəni Qurani-Kərimdə də yazılıbdır, özünüz bilirsiniz. Əfsanələrə görə mövcuddur belə bir şeylər. Yəni İslam dilində də belə deyilir. Ona görə dostlar, bu qədər. Sağ olun. Hələlik yenə bu videonun davamı gəlmək üçün like atıb abunə olmağı unutmayın. Çox sağ olun videonu izlədiyiniz üçün.